paradise and send it down to me. Lüks moda brendlərinin bir hiləsi var. Fashion fad. Fashion fad daha çox mövsümi, tez populyarlaşan, məşhurlaşan və çoxlu satılan, eyni zamanda tez də rədd edilən trendə deyilir. Fashion fadlərin digər mikro trendlərdən əsas fərqi odur ki, çox qeyri-adi bir ideya əsasında yaradılan məhsullar olur. Bax elə bu göyərçin clutch çanta kimi. Bilmirəm bunu xatırlayırsınız ya yox. J.W. Anderson öz brendində belə bir fad çıxartmışdı. Əslində fad məhsullar müxtəlif illərdə həmişə mövcud olub. Sadəcə olaraq son dövrlərdə brendlər, xüsusən kreativ dizaynerlər bu hilədən çox yaxşı istifadə edirlər və sosial medianın gücündən istifadə edərək influencerlərə bu hədiyyələr verərək insanlara həmin bu trendləri yayırlar. Fədlər mikro trendlərdən belə fərqlənir. Çünki biz fədi normalda gündəlik həyatımızda çox istifadə edə bilmirik. Yəni funksional və adi geyimlər olmur. Amma təbii ki, məşhurlar, incəsənət adamları, deyək ki, influencerlər dövrümüzdə və yaxud da küçə dəbində hər kimsə bu məhsullara istifadə edə bilər. Və bu məhsulların əsas məqsədi zaten cəlb etməkdir. Yəni insanlar öz fərqliliyini bu məhsullarla göstərməyə çalışırlar, brendlər isə insanları cəlb edib çoxlu pullar qazanırlar. Əslində brendlər çalışmalıdır ki, tez-tez müəyyən fədlər istehsal etsinlər. Yəni çox satış etmək istəyirsinizsə, biraz düşünüb maraqlı ideyalar əsasında fədlər çıxarmalısınız. J.W. Anderson öz brendində və Loewe-də kreativ dizayner olaraq çalışanda çoxlu fədlərlə çoxlu satışlar edib. Bax, məsələn, bu brendin çox maraqlı bir aksesuarı mən cəlb etdi. Yəni, açıq-aşkar bir fəddir. Belə bir broş. Sən istədiyin çiçəyi broşa taxa bilərsən. Belə məhsullar hər hansı bir detal ola bilər, aksesuar ola bilər, geyim hissəsi ola bilər. Əsas odur diqqəti cəlb edə bilsin. Gəlin Loewe brendinə baxaq. Bu piksel geyim. Fəd deyil, nə ola bilər başqa? Davam edirik J.W. Anderson'ın yaratdığı fədlərlə. Bax, bu ayaqqabılar hamısı fəd sayılır. Eyni ilə Miu Miu brendi son zamanlar çox maraqlı fədlər ortaya çıxartdı. Məsələn, çantalarda olan aksesuarlar, xüsusən də iki rəngli, fərqli, yəni iplərə məxsus sport ayaqqabılar. Bütün influencerlərin şəkil və videolarında biz bunları gördük. Bəli, bunlar artıq fəd sayılırlar. Eyni zamanda Miu Miu'nun istehsal etdiyi bu qısa məktəbli ətəklər də fəd idi. Əlbəttə ki, Demna'nın trash çantaları və eyni ilə çantalar üçün yaratdığı aksesuarları. Ümumiyyətlə, Demna Gvasalia ən çox demək olar ki, Balenciaga'da fəd yaradan dizayner oldu. Crocs'ları və yaxud da Zero Shoes adlanan onun sonuncu çıxartdığı fədlərdəndir. Çox narahat görünür və deyərdim ki, bu heç vaxt trend ola bilməz. Yalnız fəd. Ümumiyyətlə, Demna'nın çıxartdığı çox məhsulların, yəni əslində məqsədi mesajlar ötürməkdir. Bax, bu çirkli, köhnəlmiş deməli sport ayaqqabı və yaxud da onun o triple A bəcər ugly krassovkaları. Bu isə Fendi çantaları da, hansı ki bunlar da fəddir. Yəni mikro trend ola bilər, amma funksional deyil, çox qeyri-adidir. Bəzən isə olur ki, fədlər mikro trend olur. Bax, bu tote bag kimi Marc Jacobs'ın yaratdığı bu çanta və digər fədlərin kralı deyək, yeni brendlərdən olan Jacquemus. Onun da yaratdığı fədlər çoxdur, xüsusən bax bu çantalar.